Kocacılar, salamlayacaqsınız. Bugün JavaScript'te diyeceğim, gələcəyinə oyun yazırsınızsa mütləq sizə lazım olacaqdır. Aydın məsələdir ki, söhbət oyundan getmir. Brauzerdə siz istənilən məqamı klaviatura vasitəsilə manipulyasiya etmək istəyirsinizsə, onda klaviatura hadisələrini çox gözəl bilmək lazımdır. İnanıram, həqiqətən də çox maraqlı olacaq. Klaviaturada istənilən düyməyə funksional vermə imkanı var ki, mən bunu bilib, bundan sonra çox maraqlı layihələr yaza biləcəm. Belədir ki, yaxın durun. Keyboard Events in JavaScript. Getdik. Mən auto-redaktordayım və gəlin başlayaq. Həqiqətən də bugün çox maraqlı olacaq, çünki daha burada biz mouse vasitəsilə deyil, birbaşa klaviatura vasitəsilə bir çox iş görmək istəyəcəyik və indi bu saat mənim işim nədən ibarət? JavaScript dilində mənim biliyim, əsas biliyim add event listener'dır. Yəni ona dair bilik azdırsa, burada bəlkə də tez başlamış olmuşsunuz. Çünki bütün imkanlar, funksional işləri hamısını istər mouse event, istər keyboard event, mən mütləq şəkildə hadisələri izləyənə verəcəm. Add event listener. Və gəlin ən sadə bir şey yazım və get-gedə anlayaq ki, söhbət nədən gedir. Mənim səhifəmdə indi bu saat hal-hazırda heç nə yoxdur. Amma istəyərəm hər hansı bir tekst yazsam, hər hansı bir iş görsəm, bu hardasa görünməlidir, düzdürmü? Ona görə səhifədə gəlin input yaradım və onunla da başlayaq. İlk birinci qoy burada mənim üçün deyək ki, öz HTML-imdə body'dən elə birbaşa sonra elə burada gəlin deyim ki, input tagini yaratmaq istəyirəm. Bu mənim üçün elə bir tagdir ki, içində hər şey yaza bilərəm, amma bir sətirlik və indi hal-hazırda bura nə yazsam, tamam, yaza bilirəm və nə eləmək istəyirəm? Əslində belə bir gəlin belə bir inputa yazma imkanına ID verim. Yazım ki my input. Niyə də yox? Belə bir ID yazıram ki ona toxuna bilim JavaScript-lə get element by ID və hətta bir siz nə eləmək istəyirəm? Gəlin bunun altında da bir result adlı bir div yaradım. Hal-hazırda heç nə etmək istəmirəm, sadəcə mühit yaradıram və hər şey gözəl görünsün deyə gəlin bir anlıq deyək ki, test sözünü buraya yazıram. Niyə? Çünki dizayn da öz növbəsində çox maraqlı bir şeydir. Gəlin biz siz neyək? Maraqlı olsun deyə və eyni zamanda sizi də sövq edirəm ki, CSS frameworklərdə istifadə edəsiniz. Gəlin deyək ki, get bootstrap deməli saytına keçid alaq və CSS style imkanlarının demək olar ki, yardan çoxunu asanlıqla istifadə edək, çox böyük style yazmadan. Amma onu dəvət etmək lazımdır. Gəlin indidən mühitin hamısını şərait quraq və kopyalayıram orada olan deməli CDN dəvətini artıq mən səhifəmə qoşdum və bu deməkdir ki, bundan sonra mənim səhifəmdə məhz ona uyğun hər şey təşkil olunacaq. İndi browser pəncərəsini deməli balaca etmişəm ki, hər şey yerləşsin. Amma eyni zamanda gəlin keçid alaq dəvət edəndən sonra dokumentasiyasına və burada düzdür, indi siz mobile görüntülü bir effekti görürsünüz, amma saytı açsanız daha maraqlı olacaq sizə və mən keçid alıram form control-a. Burada göstərir inputlardan necə yararlana bilərsiniz, amma klasından, hər şey klasda baş verir. Klasından form control götürüb yazsam mənə bəsdir. Əslində mənim işim burada bitir və gəlin burada class nəyi yazıram və nəyə görə yazıram onu da göstərim və inputda deyirəm ki, class form control və hər dəfə yazanda görəcəm ki, nə maraqlı formada dəyişir. Amma ekranıma hər şey yerləşsin deyə klassda bootstrap'ın biliklərini tətbiq edirəm. Deyirəm qoy margin məsələn olsun 2, hətta eni mənim balaca ekranıma yerləşsin deyə, hətta deyim 75% olsun. Bu qədər və baxaq görək nəticəyə. Tamam, gözəl. Və nə yazacamsa, əgər nəticəsini görmək istəmsə, konsola baxmayacam. İstəyirəm daha müasir olaq da, düzdürmü? Və gedib deyərəm ki, ID resultda da gəlin burada class deyim. Amma burada artıq orada olan başqa imkanlardan vermək istəyirəm. Deyərəm ki, məsələn, background olsun light, belə bir şey deyərəm və hətta padding deyərəm qoy 1 olsun, özü də öz nömrəsində margin 2 olsun, belə bir şey vermək istəyirəm və görürəm ki pis deyil. Hətta bunun
N'in də gəlini 75'dir. Tam elə alt-alta düzgün dayansınlar. Belə bir şey versəm nə gözəl. Bu qədər. İndi bu saat içini təmizləyəcəm də, amma düşünürəm ki, hər şey hazırdır. İndi padding var deyə ən azı indi bu saat az da olsa bu haşiyədə görünür, bilinir. Amma dediyim kimi bizim işimiz ondan ibarətdir ki, vizual olaraq hər şey təşkil edək. Deməli, mən JavaScript-imə keçid alarkən ID'si myInput olanı tanıyacağım. ID'si result olanı tanıtdırıb tanıyacağım və bütün işimi onun üzərində quracağım. İndi keçid alaq JavaScript-ə və görək mən keyboardda olan key məsələmi, key'ə aid kodlarımı necə yazaram və burada necə tanıya bilərəm. Mən artıq JavaScript faylındayım və kod yazmadan qabaq istəyirəm çox maraqlı bir faktı indidən bildirim və ona əsasən əslində kodumuzu yazacaq. Məsələn, ondan ki, klaviaturada düymə özünə məxsus bir xüsusiyyətə malikdir. Mən düyməni bu günə kimi bəlkə də istifadə edərkən heç fikirləşmirdim necə işləyir, amma düymənin iki çox maraqlı pozisiyası var. Sıxılma pozisiyası. Birinci key down, mən düyməni sıxdım artıq, düzdürmü? Bu bir. Bir də var ki, key up, düyməni sıxmanı sıxdı nə? Onu buraxmayana qədər o bu prosesi tanımır. Çox maraqlıdır. Key down və key up. Sən demə, maraqlı kod bu iki xüsusiyyətdə yazıla bilir. Düyməni sıxıb saxlaya da bilərsən. Bir də var ki, gözləyirsən ki, bu düyməni buraxalar. Bu çox iki maraqlı spesifik bir məlumat üzərində kod qurulur. Amma əvvəllər key press də var idi. Sıxılmış bir düymədən söhbət gedir, amma bu artıq deprecateddir. Yəni, bir çox brauzerlər özlərində onu söndürüblər. Düzdür, bir neçəsi yaşadır, amma bir gün tamamən söndürülə bilər. Ona görə ona keçid almırıq və gəlin maraqlı kodumuzu yazaq. Mən istəyərəm hər dəfəsində hansı düyməyə vururamsa vurum, onun haqqında informasiya alım. İlk birinci, qoy maraqlı kodumuz olsun. Vaxtıdır ki, JavaScript kodunu yazım və mənim əslində səhifəmdə iki element var. Həm input, həm də div. Və interaktiv şəkildə çox maraqlı bir şey yazmaq istəyirəm. Çünki JavaScript bilim daha da maraqlı bir səviyyədədir. Və gəlin belə eləyək. Birinci o iki elementi, ID'si myInput və ID'si result'ı bura dəvət edək və tanıtdıraq. Ona görə gəldim ki, const, deyək ki, input, myInp yazsam məncə bəsdir, anlayaram və gedək document get element by ID və mən biləm ki, ID vermişəm deyə belə istəməyim çox normaldır və deyirəm myInput, bunu həll elədim. Eyni zamanda istəyərəm, hətta istəyərəm belə bir şey eləyim, result'a elə res deyim, bəsdir, res və result, əla. Mənim iki elementim var. Və indi nə etmək istəyərəm? Mən çoxu zaman add event listenin içində yazmıram. Həmişə funksiyonalı kənarda yazıram və sonrasında artıq ona deməli qoşuram. Çünki kodu mən böyük görünməsin. Həm də funksional və icra bir-birindən fərqli yaşasın. Bu daha maraqlıdır və gəlin ona görə də bir funksiya yazım. Haçan mən keyboard elementin düymənin sıxılarkən və yaxud buraxılarkən nə baş versin o funksiyanı yazım. Sonra keçid alım həmin o istəklərimə. Funksiya belə olsun qoy. Gəldim ki function və gəlin deyək ki viewer. Niyə də yox. Və demək ki viewer, view yazdım artıq. Key viewer, əla. Belə bir şey yazmaq istəyərəm. Və düşünürəm ki, belə bir şey yazandan sonra və nədir orada bilirsiniz. Mən eventimi artıq burada təşkil elədim və bilirsiniz nə demək istəyərəm. Birbaşa res artıq mənim əlimdə də, düzdürmü? Düyməyə, istənilən düyməyə sıxarkən hansı düymə sıxılıbsa, elə result'ın içində görsənsin, qeyri-adi bir şey əslində yazmayacağım və gəlin belə bir şey deyim, res, hətta deyərəm text content. Məncə belə yazmam daha yaxşı olar, bərabərdir və elə templatingin içində gəlin yazaq. Deyim ki, key və burada yazmaq istədiyim belə bir şey olacaq, dəyişəni elə düz stringin içində yaşatmaq üçün yazıram və gəlin deyim ki, i.key, beləliklə həmin sıxılan sözü gedən düymənin informasiyası barədə əldə edəcəyim bir funksional burada artıq var. Bu qədər.
hər dəfəsində result div ID-sinə nəsə ötürüləcəkdir. Nə, hələ ki mən bilmirəm. Amma vaxtıdır ki, belə bir funksiyonalı qoşaq advent listener-ə. Və ona görə deyim ki, my imp, niyə də yox, advent listener məhz burada, amma artıq bu mouse eventlər deyil, bu keyboard eventlərdir. Ona görə də burada deyəcəm ki, key down, birinci bunu bilmək istəyirəm və key down olan kimi vermək istədiyim key viewer, əla. Sözün açıq çox maraqlıdır mənim üçün. Həddən ziyadə səhv etmişiksə düzəldəcəyik və gedək. Gedək baxaq görək ki, nə baş verər. Və indi bu saat gəlin refresh edim. Hər hansı bir düyməyə vurum. Məsələn, Q düyməsinə vuram. Okey, işləyir, evvela. Sonra fikir verin ki, burada davamlı şəkildə yaza bilərəm nə istəsəm və o mənə sən demə, bir fikir verin, mən nə yazdım. Özdəki nə deməyi vursam göstərir. İndi bu saat deməli Windows'dansa Alt-Tab, amma məndə birbaşa MacOS dünyasında ayrıca bir düymə var, onun düyməsindən keçirəm. Və məsələ ondadır ki, indi bu saat mən yazmışam i.key, yəni onun hansı düyməyə sıxılmasının birbaşa yazılı formatını görürəm. Əslində ona dair indi ayrıca vurğulayacağım, amma bir fikir verin ki, başqa heç nə deməmişəm və indi mənə nə deyir? Adətən backspace, hər şey bildirir də gizlətmək olmur. Adətən Mac dünyasısınsa, Mac biz ona command deyirik. Command tab vuranda mən dəyişə bilirəm. Command tab, amma sizdə alt tab ola bilsin Windows dünyasında və command dünyası ya da Windows düyməsinin özü JavaScript dilində keyboard event aləmi üçün meta adlanır. Və indi bu saat denemək istəyirəm. Yenə də caps lock'u vururam məsələn burada və caps lock yanır. Caps lock'u söndürürəm və hər hansı bir hərfə vururam. Çox maraqlı, interaktiv şəkildə işləyir və pis də deyil sözün açığı və fikir verin ki, Ctrl Alt mən komanda vururam, sağ, sol, sən demə, çox maraqlıdır. Mən, adını verir, bir fikir verin ki, bunları nəzərə almaq lazım. Proqram yazanda da belə yiyəcəksiniz. Əgər arrow up, əgər arrow down, əgər i hərfi, əgər u hərfi, əgər backspace, tamam, göndə maraqlıdır, enter, öz adı ilə gedir. Bir neçə amil əvvəlki kod yazışı ilə bugün fərqlidir. Bir neçə şeylər deprecated olub da, məsələn, biz düymənin kodunu demək olar yazmırıq. Düymənin adı daha maraqlıdır və gördüyünüz kimi çox maraqlı bir şeydir. Beləliklə, interaktiv şəkildə çox maraqlı kod yazdıq. Amma nə etmək istəyirəm? Bir şey də vurğulayım və beləliklə işimizi bilək. Gəlin keçid alım burada və key özüm bilə-bilə down yazım. Belə bir şey yazmaq istəyirəm. Bir fikir verin. Mən deyək ki, P düyməsinə vurmuşam və buraxmıram. Fikir verin ki, elə vuran kimi key down. Mən orada key down yazmışam, düzdürmü? Özümün advent listində və buraxmıram. Əslində nə qədər ki, buraxmıram, o başa düşür ki, düymə sıxılıdır. İşləyir, nə gözəl. Hər hansı bir hərfə vurarkən key down anlayır. Amma gedib bir fikir verin ki, qayıtsam, burada key up yazım, amma burada da key down dəyişim, çünki əsas da buradır, key up yazıram. Və kod həmin koddur. Sizin üçün fərqi göstərmək istəyirəm. Və indi bu saat mən yenə də P düyməsinə vururam, amma fikir verin, aşağı yazmır. Aşağı mənə heç nə yazmır, tutub saxlamışam. Niyə? O gözləyir ki, up ola, sən o düyməni buraxasan. Və indi bu saat buraxdımsa, eyvəla, nə maraqlı, el vurmuşam, amma heç nə gəlmir. Buraxıram, maraqlı. Amma məsələ ondadır ki, Mac əməliyyat sistemində, məsələn, E hərfini tutub saxlasam, mənə E variantın bir çox dillərdə fərqli olduğunu, bir fikir verin ki, burada üzərində hər hansı bir işarələr var, aksanlar deyirlər ona fransızca,
aksan graf, aksan tigu, sonra circumflex, trema və digər elementlər var ki, burada özünü göstərir mak əməliyyat sistemində. Amma bunlardan bir neçəsini istəsən, sadəcə sonra 1, 2, 3, 4, 7 kimi vura bilərsən rəqəm. Məsələ onda deyil. Mən hələ də tutub saxlamışam. Hələ də backspace-dən başqa heç nə göstərmir. Amma buraxdımsa, iyini göstərir. Ay, nə gözəl. Və bu deməkdir ki, məsələn, enter vurmuşam, amma buraxmıram. Buraxandan sonra enter. Baxın, belə qurulub bizim işimiz. Key down, key up. Gəlin çox maraqlı kod yazmağa davam edək və həqiqətən də mən bildim ki, key neymiş? i.key, yəni eventin artıq xəbəri var ki, hansı düymə sıxılır və istər key up, istər key down event məqamı çox maraqlıdır. Deməli, bu izləyir, bu hansı düyməyə vurduğumu bilir. Gəlin maraqlı bir kod yazaq və bundan qabaqki biliklərimizi bir daha yada salaq. Çünki mənim ana qaydam ondan ibarətdir ki, nəsə öyrəndirsə o demək deyil ki, itdi, bitdi, getdi. Xeyr. Və gəlin belə bir şey deyil. Onda deməli, mən sual verə bilərəm. Gəlin soruşaq, əgər onsuz da orada görürdün də mənə nə verir? i.key ciddi olaraq bərabərdirsə, gəlin deyək ki, P düyməsinə çox interaktiv şəkildə müdaxilə etmək istəyəm, result olan civə və haşiyə verim. P-yə vurduqsa haşiyə verim. Niyə deyək? Özdə key up deməyim, key down deyim, çünki effekti daha yaxşı olsun. Mən buraxarkən yox, birbaşa o düyməni sıxarkən. Və belə bir şey deyərəm. Deyərəm ki, res nöqtə, mən border vermək istəyirəmsə, style nöqtə border deməm yetərlidir və elə burada deyərəm ki, bir pixel solid red bu qədər həddən ziyadə maraqlıdır və getdik. Mən istəyərəm burada hər hansı bir hərf vurum, tamam, hər şey öz yerində, amma P-yə vursam işləyərmi? İşləməsə düzəldərik və beləliklə P Evvela, möhtəşəm, budur. Budur interaktiv şəkildə hər bir şey etmək, onun xəbəri var. Gəlin yeniləyim və nəsə yazım, deyim ki, hər hansı bir kod, deyək ki, kod sözü yazıram, belə bir söz yazıram, hər hansı bir kod sözü, kod və Python yazım. Python və Python yazan kimi orada P iştirak elədi deyə P hərfi iştirak etməsi bəsdir. Amma gəlin başqa bir şey deyim və görün ki, refresh edirəm və belə bir şey yazacağım. Hətta gedib qayıda bilərəm ki, görəsən else və həmin bir şey res.style bilə-bilə yazmaq istəyirəm və burada deyim ki, border, elə burada deyim ki, none. Belə bir şey versəm nə olar? Yəni, A hərfindən vururam, heç nə olmur, P hərfindən vururam, qızarır, R hərfinə vururam və ondan o qızartını alıram. Ay, nə gözəl. Yəni, yazsam kod Python və bir fikir verin ki, P yazıram və beləliklə düymə sıxılarkən hər bir şeyi izləyə bilərsiniz. Möhtəşəm bir şey olur. Amma bir fikir verin ki, mən P vururam, tamam da, amma bəs böyük P vursam nə olar? Qızarmır. Case sensitive. O bilir. O bilir ki, bu belə ola bilməz. Sən orada balaca P edimsən. Onda gedib deyərəm ki, üsullardan biri, onda deyərəm ya balaca P, ya da ki, eyni zamanda gəlin deyək ki, i2 ciddi olaraq bərabər olsa böyük P hərfinə, tamam. O zaman çox böyük ehtimalla yenə deyəm, məsələn, kod və shift P-ni vuranda qızardı. Python, əla. Evvela, möhtəşəm. Amma nə qədər rahatdır belə bir şey. Mən inanmıram, hər bir halda, hər bir işdə həm balaca, həm böyük yazmaq mənə uyğun olar. Xeyr, o qədər də deyil. Düzdür, bunun yerinə gəlin bir də nə yoxlayayım? Məsələn, enter vursam nə olar? Belə bir şey və yazım salam və enter. Evvela, yəni görür də bir məna olar. Amma enter sözünü yanlış yazım. Gəlin belə deyim, E hərfini balaca yazım. Və yenə çalışım salam və enter. Bir dəqiqə. Həqiqətən də mənim key adında eventdə olan yönəlməm ciddi olaraq o ki bütün düymələri tanıyır və öz adları ilə müəyyənləşib. E burada böyük hərfləndir. Sən orada E balaca yazsan işləməz. Tamam, belə şeylər bilmək lazımdır.
Amma mənə rahat deyildi belki P məsələsi. Gəlin qaytarım və yenə ilk dişaya balaca P və yaxud da ki böyük shiftlə tutub P-ni vursam işləyir də, amma o deyil. Əvəzində çox maraqlı bir şey var. Gəlin onu sizə göstərim. Rəqəmlaşdırmada hər şey vacibdir. Bütün an o qədər vacibdir və ola bilsin ki, bir çox maraqlı oyun yazıram, bir çox maraqlı məqamlara deməli nəzər yetirirəm və mənim işim deyil də hərfin böyük və yaxud balaca olmasını hər dəfəsində kodumda izləmək. Bu biraz məni yorar. Amma əvəzində ki yönəlməsinə yox, mən birbaşa fiziki olaraq ona yönələ bilərəm. Hansı düymə sıxılıb və burada ki əvəzinə kod yazsam, düzdürmü? Və desəm ki, bərabərdirmi? Bir bax, gör və burada yazma fikir verin. Ki A ya da ki P ya da ki Z fərq yoxdur. Hərfi soruşarkən də elə belə yazmasan, ki sözünü qabağında yazırsan və belə ilə deyirəm ki belə yazdımsa, düzdürmü? P hərfi, P düyməsi. O zaman gəlin fikir verək ki, necə işləyər. Birincisi, salam yazıram, enter vururam. Aydın məsələ, indi bu saat məqsədim enter deyil. Tamam da, amma indi bu saat gedirəm, P vururam, balaca hərf işlədi. Amma eyni zamanda böyük P-ni də vursam, eyvəla da if dünyasında or yazmırıq. Nə gözəl, nə maraqlı. Amma eyni zamanda görəsən mən belə yazsam olarmı? Bundan hamısı yoxlamaq lazım. Yoxsa işləməz. O mənə bildirməlidir. Mən bilməliyəm belə şeyləri. Və gəlin P yazım. Yox, shift P yazım. Yox. Sən demə bu adlar da oturuşub və sən düzgün yazmalısan. Və fikir verin ki, belə bir şey yazıram və P vurdum işləyir. Aydın məsələn ki, mən eyni zamanda gəlin deyək ki, K hərfi yazmaq istəyirəm. Balaca K yazsam və bura K yazsam heç nə olası deyil. Unutmayaq ki, o bu formada onu tanıyar. O zaman K balaca yazsam və yaxud da ki K böyük yazsam, eyvələ, möhtəşəm, əla da işləyir. Amma enter məsələsi çox maraqlıdır. Bir fikir verin ki, mən enterə yönəlsəm, bura bir enter yazsam və gəlin deyək ki, nəsə yazıram və enterə vururam, eyvələ, kod enteri tanıyırmı? Tanıyır və eyni zamanda mənə çox maraqlı olaraq ki, bunu belə yazsam nə olar? Hər şey belə yazmaqla öyrənmək olur. Enterə vururam, yox. Eyni zamanda bunun özü də həddən ziyadə çox maraqlıdır. Amma gəlin burada kod yazım və gedək ciddi olaraq hər şeyə baxaq. Mən çünki bundan sonra text contentə i2 verməyəcəm. Hər şeyə daha maraqlı baxmaq istəyirəm. Bir fikir verin ki, hərfə vuram. Mən hardan bilirəm ki, bu belə yazılır? Bax, buradan. Bax, buradan bilirəm bu necə yazılır. Və fikir verin ki, enter budur. Amma rəqəmə vuraq. Digit. Sən demə, mən özüm belə istədim ki, bu zamanı məqamda görəsin. Sən demə, mən burada gəlin deyək ki, bir vursam, bir rəqəmini vursam nə olar? Hər hansı bir söz yazıram, bir vururam, heç nə. Siz digit bir yazmamışsınız. Əgər həqiqətən də istəyirsiniz bir zamanı işləsin, gəlin ki yazım və burada hər hansı bir şey yazandan sonra bir dənə bir yazma. Belə işləyər. Mənim soruşduğum kod olsa da, amma ki ilə deməli vurğulamalıyam, ki yazıram, amma belə ilə başa düşdüm da, kod nədir, ki nədir? Sən demə, artıq rəqəmə yönəlmə də çox maraqlıdır. Kod yazdımsa, onda mən gedib deməliyəm, digit, özə fikir verin ki, meta left, meta right, Windows düymələrin sağı və solu, dəhşətdir də. Yəni, bundan sonra biz ən çox müraciət etdiyimiz ki olur və yaxud kod olur. Bunları gözəl bilmək lazımdır event dünyasında. Amma getdik, 3 rəqəmi deyirəmsə, aydın məsələdir ki, digit 3 yazmalıyam. Ona görə də özə digiti də nə edirəm? Böyük yazıram. Digit 3. Bu zaman mən nə yazıramsa yazım, 3 yazımsa keçərlidir. 3 yazdımsa keçərlidir və o çox maraqlı, həddən ziyadə. Sən demə, i-kod və i2 tam fərqlidir və tam maraqlı formada koduma təsir göstərə bilir. Beləliklə,
Bunların hamısını bilib yazmaq mütləqdir. Fikir verin ki, shift vururam, deyəsən caps lock'u vurdum, shift vururam, shift left, shift right ola bilsin ki, elə bir oyun yazırsınız ki, sağdaki shift bir işi görsün, soldaki shift bir işi görsün. Məsələn, sağda vururam, shift nəsə, o mənə çox maraqlıdır. Shift sağdaki shift istifadə olunub ya yox, soldakini vururamsa bir baxıram görüm soldaki vurulub ya yox. Belə şeyləri yoxlaya bilirəm və o zaman ancaq hər hansı bir iş görə bilərəm və deyək ki, həqiqətən də bura bir shift vururam, shift left yazmayıb mı, düzmü? Mən bunu sadəcə kopyalayayım və deyim ki, əgər ilk kod bir fikir verin ki, shift left'dirsə o zaman ancaq bu işləsin və getdik. Fikir verin ki, P hərfi vururam, hər hansı bir hərf vururam, hər hansı bir rəqəm vururam, düzdürmü? Hətta bir fikir verin ki, işarəyə də vururam, backquote. Sən demə, template JavaScript'də yazanda backquote gəlir. Amma eyni zamanda bir fikir verin ki, bracketslər burada necə yazılır? Hər şey edirəm, düzdürmü? Amma shift sağdakini vururam, heç nə baş vermir. Shift'ə vurmuşam, amma hansı shift'ə? Sağdakini. Bəs soldaki, eyvallah. Çox maraqlı, həddən ziyadə maraqlı kodlar yazmaq olur. Bax, belə bir şeyləri biləndən sonra. Gəlin sizə çox maraqlı bir şey göstərim. Həqiqətən də oyunlarda biz bunu edirik və bunu etməyə də bilmərik. Çünki bizə kombinasiya olan düymələr çağırışı var və bu necə təşkil olunur JavaScript dilində. Məsələn, deyirəm ki, K hərfinə vurarkən mən istəyərəm, yenə də haşiyə qırmızı olsun, amma siz istənilən bir şey deyə bilərsiniz. Aydın məsələn ki, mənə bu ssenarinin olması bəs edir. Amma deyək ki, K hərfinə vuracam, özdə mən 2K deyəcəm, hatta K-nın böyük və ya balacasını ayrıca yazmağa nə ehtiyac var? Ona görə i.k yox, i.code yazıram və burada deyirəm ki, 2K. Bu qədər. Aydın məsələdir ki, mən burada nə yazıramsa yazım, K balacaya vursam və yaxud da ki, K böyüyə vursam, eyvallah, möhtəşəm işləyir, amma istəyim o deyil. Mənim oyunum elə qurulub ki, Ctrl-K-ya vursa, yəni Ctrl iştirak eləməlidir kombinasiya olaraq. Bu necə təşkil olunur? Gəlin onu da burada vurğulayım. Çünki Ctrl, Shift, Alt, meta düymələri burada mütləq rahatlıqla kombinasiya olaraq istifadə olunur və ona dair ayrıca yönəlmələr var JavaScript'də. i., məsələn, Ctrl key, Ctrl və key deyirəm. Belə yazıram. Ayrıca i.Ctrl key deyə bir yönəlmə var. Yəni Ctrl key o vaxt deməli işləyir. Yəni bunu mənə true deməsi üçün bəsdir ki, Ctrl düyməsini tutub saxlayayım. Tutub saxlayıramsa browserin bundan xəbəri var və true olur və bu tərəfdə də görsək ki, K da eyni zamanda vurulubsa vəssalam. Gəlin yoxlayaq. Aydın məsələdir ki, indi bu saat nə yazsam və K vursam işləməz, Shift K vursam da işlənməz. Bu arada shift də desəm belə çox maraqlıdır. Və məsələn nədir? İndi bu saat Ctrl demişəm. Bəs Ctrl K, eyvallah, Ctrl tutub saxlamışam. Hər hansı bir şey yazıram, K vururam, olmur, amma Ctrl K vururam, olur. Nə gözəl. Və çox maraqlıdır ki, həmin şey mənim üçün sağdakı Ctrl-a da aiddir ya yox. Məsələn, nəsə yazıram, olmur, K yazıram, olmur, amma Ctrl sağdakı və K, eyvallah. Möhtəşəm. Biz kombinasiyalarla o qədər oyunlar yazırıq və olur maraqlı. Amma eyni zamanda shift də deyə bilərəm. Məsələn, shift key bir problem yoxdur. Amma onsuz da mən nə yazıram yazım K yazanda aydın məsələ ki olası deyil. Amma böyük K məsələsi deyil. Shift K ilə deyəndə istər-istəməz böyük hərf göstərəcək və bu mənim üçün heç bir fərq eləmir. Eyvallah. Shift ilə də işləyir. Bəs alt məsələsi. Məsələn, burada alt desəm, gəlin bir neçəsini yoxlayaq. Alt key. Hətta T-dan 2-dən oldu və nə yazıram yazım? Alt K vursam, gəlin baxaq, eyvallah, düz ora simvol atır istər-istəməz, amma bizdə kompüter düyməsində Alt Option adlanır Mac kompüter dünyasında və eyni zamanda görəsən meta yaza bilərəmmi? Gəlin bura meta deyil, meta ki, yəni Windows K ya da Command K. Və bu zaman gəlin onu da yoxlayayım, həqiqətən də çox maraqlıdır. K vururam, olmur, Shift K vururam, olmur, Ctrl K vururam, olmur, Alt K vururam, olmur, amma mən indi bu saat K vururam, amma Command-dan vursam, eyvallah, möhtəşəm. Bu tərəfdəki Command, əla. Baxın,
oyunda mümkün değil kombinasiyalar olmuyor. Klaviatura kombinasiyaları oyuna çox maraqlı bir rəng qatır. Belədir ki, bunu da bildik. Deyirəm, həqiqətən də proqramlaşdırma həddən ziyadə maraqlı bir şeydir. Özü fikir verin, sətir olaraq sayıb neynəmişik, heç nə yazmamışıq, amma nə böyük mövzulara imza atmışıq. Bir çox məqamları aşkar etmişik. Hətta sizlər üçün bir vacib məqam var ki, bilməniz, hiss etməniz mütləqdir. Onu göstərmək istəyirəm və sadə misalda göstərəcəm. Dediyim kimi, az sətir, amma böyük bir mövzu. Məsələ ondadır ki, bir proqramçı kod yazarkən, çox maraqlı oyunları qurarkən, bir çox işə deməli yönələrkən bilmək olduğu vacib məqam odur ki, sənin həmin add event listener izləyicin nəyi izləməlidir və key down maraqlıdır, yoxsa key up sənin bu yazdığın kod məsələsində. Və belə bir şey çox sadə bir yolla göstərmək istəyirəm. Bir fikir verin ki, mən bir maraqlı məhsul əldə etmək istəyirəm. Yazmaq istədiyim nədir? Xanaya nə yazsam, onun sayını bilmək istəyirəm. Bu qədər. Və dəyişəcəyim yenə kodda çox şey olmayacaq. Dediyim kimi, az bir kodla böyük məsələlər indi bu saat gözümüzün qabağında demək olar ki, açılır və deyirik, ayda nə maraqlıdır. Mən elə burada desəm ki, count, elə sözü gedən həmin inputda sadəcə value desəm, nöqtə length desəm, mənə bəs edir. Bu qədər. Onsuz da JavaScript tərəfindən bu təşkil olunur. Nə qədər içində simvol varsa biləcəm. Amma fikir verin ki, key down-dayım. Getdik. İndi bu saat keçid alıram browser'a və burada hər hansı bir şey yazmaq istəyirəm. Özür fikir verin ki, salam yazıram. S sıfırdan gəldi. Salam. Əslində məndə 5 hərfli bir sözdür. Amma burada nədənsə 4 yazıb. Çox maraqlıdır, həddən ziyadə və fikir verin ki, mən sadəcə hər hansı bir şey yazıram, silirəm belə, nəsə baş verir. Amma aydın məsələdir ki, indi bu saat məsələ o deyil. Məsələ o deyil. Mən bilə-bilə burada P hərfinə vururam, 0 deyir. Tamam, onda gəlin bir daha yeniləyim və burada key down-dayım, düzdürmü? Bu demək ki, düymə sıxılı olaraq qala bilir. P-ni vururam və buraxmıram. Neyvələ, 0 idi, 1 oldu. Nəsə proses getdi. İndi bu prosesin dərinliyinə bugün varmaq istəmirəm. Amma göstərdim ha. Hə, nə maraqlıdır. Məhz belə bir halda mən bunu istəmirəm. Gəlin keçid alaq, key down əvəzinə key up yazaq və keçid alaq. Burada dəyişiklik etmək istəyəcəm. Sadəcə yenə də salam yazıram, 5. Ay, nə gözəl. Gəlin yeniləyim və fikir verin ki, P vuram, birbaşa 1 gəlir. Yəni buna öyrəşmişəm də. Budur düzgün mənim üçün indi bu saat görmək istədiyim. Ah, nə maraqlı. Gəlin P-ni bir daha vurum və tutum saxlayayım. Hələ buraxmamışam. Görün, nə qədər fərqli bir anlamdır key down, key up yazacağın kodda. Və məsələ ondadır ki, indi buraxandan sonra oldu ki, möhtəşəm. Bu məqamları gözəl bilmək lazımdır. Kodda bu çox vacib bir məqamdır. Gələcəyin oyun yazarları sizə başqa çox maraqlı bir şey göstərmək istəyirəm və həqiqətən də müasir və ehtiyac olan məqamları bugün burada bilsəniz, möhtəşəm layihələr, möhtəşəm oyunlar yaza biləcəksiniz. Məsələ ondadır ki, mən hətta izləmədə nəyin təkrar olduğunu bilə bilirəm. Yəni eventlər arasında bir düyməni çox sıxırsansa, təkrarlanır bu proses və onu eventdə tuta bilirəm. Çox gözəl imkanlar var eventdə. Bir neçə şeylər JavaScript-də əvvəl biz yazırdıq, onlar artıq köhnədir. Dediyim kimi key press də var idi, buraya yaza bilirdik, amma indi də köhnədir. Biz onu deyirik deprecated və i.key code sözündə yazırıq. O da artıq köhnədir. Heç onları sizə göstərmək istəmirəm, amma əvəzində bu təkrarlanma baş verir və mən bunu tuta bilirəm JavaScript-də, bunu göstərmək istəyirəm və buna dair çox maraqlı i.repeat adında mən yönələrəkdən, əgər həqiqətən də bir düymə, bütün düymələr yox ha, bir sıra normalda düymələr var ki, onları tutub saxlamaqda bilə bilirik və onların sıxılarkən bir uzun müddət baş verməsini mən təkrarən olduğunu tuta bilirəm i-repeat-lə, amma eyni zamanda bu nə vaxt baş verə bilir? Haçan tutub saxlayıramsa, bu nə deməkdir?
key down. Artıq bunu hiss edirəm. Yəni ona görə deyirəm ki, bilmək lazımdır. Haçan key down, haçan key up. Hərdən də elə kod yazırıq ki, key down da var, key up da var. Key down onun üçündür ki, proses baş versin. Key up onun üçündür ki, baş verən prosesi saxlaya bilin. Bunlar vəhdət olaraq da çox möhtəşəm işləyir və getdik. Mən burada deyərəm ki, hətta gəlin, əgər deyilsə, else hissəsində indidən yazım ki, sıxılı deyilsə, təkrarlama baş vermirsə, onda onu da görüm və hətta belə bir şey yazım ki, elə divin özündə göstərim, res.text content bərabərdir və hətta templating də gəlin deyim ki, nə deyim ilahi, holding ya da hold, okay, və burada birbaşa yönəlim və düymənin özünü göstərim, i.key belə bir şey və repeating, repeat ya da yazım, bu qədər, belə bir şey yazım, amma eyni zamanda nə deyərəm? Gedib, mən düşünürəm ki, bunu amma artıq gedib burada deyərəm ki, hold yox, pressed ya da press və repeat'i buradan yığışdıraram. Bu qədər. Qeyri-adi kod deyil. Yenə də deyirəm, səcil sayı çox az amma çox maraqlı deməli mövzuya. İndi bu saat toxunuruq. Gedim yoxlayayım. Hər şey düz işləyirsə görəcəm. Gəlin P-yə vurum. Press P. Okay. Amma P-ni tutub saxlasam, hold P. Repeat. Ay, nə gözəl. Belə bir şey görürəm. Hətta repeat'i burada biraz belə ayrıda bilərəm. Hə, sən demə, mən təkrarlanmış prosesi burada görə bilirəm. Ay, nə gözəl. Və yenə də onu vururam və tuturam. Bir fikir verin ki, mən çox saxladığıma görə hold or repeat göstərir. Eyni zamanda bir fikir verin. Deməli, mənim browser proqramımın da belə bir repeat anı var. O da bilir, mən tutub saxlamışam deyə. Burada belə bir şeyləri göstərir. O hərfi də bir çox dillərdə fərqli formada göstərilir və belə bir hərf də var fransız dilində və məsələ ondadır ki, o hərfin özü deyil əslində, amma yenə də iki saytların birləşiminin bir simvolikasıdır. Amma mən nə edirəm? Mən bundan sonra oyun yazarkən istənilən düyməni təkrarlanmasının şəraitini qura da bilirəm. Ay, nə gözəl. Çox maraqlıdır tutub saxlamaq. Bunu press yox, key down yox, key up eləsəm, mən yenə də hold görərəmmi? Çox maraqlıdır. Bunu da test edək və P-ni vururam, saxlamışam, amma key up. Nə bilir? O bilsiniz nəyi gözləyir? Sən burax sonra işləyim və buraxıram, ancaq press P gələcək. Mən burada hold görə bilməyəcəm. Amma qaytarım və yenə də P-ni tutub saxlayım. Artıq evvela. Nə maraqlı, nə gözəl. Bunlar hamısı burada bu formada təşkil olunur və bundan sonra nəysə tutub saxlasan, hər hansı bir düyməni prosesin özündə yazacağım. Maraqlı kod ola bilər. Amma aydın məsələdir ki, mən indi bu saat shift'i tutub saxlasam, xeyr, bu repeat'e düşən bir məsələ deyil. Onsuz da bəlkə də shift'i çox tutub saxlamalıyam və bunu izləməyə heç ehtiyacım yoxdur. Ya da Windows düyməsi ya da Command düyməsi tutub saxlasam belə həmin repeat'e düşmür və beləliklə anlayıram ki, haçan nəyi mən belə izləmədə izləyə bilərəm. Məsələn, bir düyməsini tutub saxlasam, okey, işləyir və bu kimi halların hamısını kod yazanda yoxlayın. Gəlin sonda da key down və key up vəhdəti olan bir maraqlı kod yazaq, sadə bir şey yazaq, amma bilək ki, bunların ikisi doğrudan da yazılır və üstəlik də ki, demək olar ki, əvvəlki mövzunun repeat mövzunun bəlkə də əks bir maraqlı mövzusu olsun və həqiqətən də göstərmək istəyirəm ki, bizlər istər oyun, istər web layihə üçün belə bir eventləri bilsək olacaq möhtəşəm. Hətta bu dəfə inputu yığışdırmışam, birbaşa səhifəmdir. Birbaşa öz pəncərəmdə və bir də div result qalıb. Nə eləmək istəyəcəm? Məsələn, birbaşa bu dəfə keyboard olan məqamı ata bilərəm pəncərəmin özünə. Özdəki, deyək ki, çox maraqlı bir şey yazır. Deyək ki, window.add event listener. Və elə buradaca gəlin deyim ki, key down, düzdürmü? Və elə inşallah bir şey yazmarıq. Və elə gəlin burada deyim ki, hər hansı bir eventim olacaq və hər şey burada etmək istəyəcəm. Gəlin sadəcə burada deyim ki, res.text content bərabərdir salam. Belə bir şey eləmək istəyirəm. Amma məsələ ondadır ki,
Gəlin bura keçid alım və istənilən bir düyməyə vursam, refresh edirəm. İstənilən bir düyməyə vursam, istəyirsiniz A düyməsinə vurum, istəyirsiniz B, hətta gəlin burada üstə gəl bərabərdir yazım və hər hansı bir şey yazsam, belə də baş verir. Bura boşluq versəm, qırılar onda tekst uzağa getməz, eyvallah. Amma belə bir şey edə bilərəmsə, yəqin ki, mən key down-a vermişəmsə, key up da verə bilərəm və beləliklə qoy fərqli bir key up. Tamam. Və belə bir şey qoyun burada, getdik. Deməli, hər hansı bir simvola vurdum və buraxdım. Başqa bir simvola P-yə vururam, amma fikir verin, buraxmıram. Eyvallah, bir fikir verin ki, gəlin nöqtə eləyim ən yaxşı, amma refresh eləyim, düymələr mənə mane olmasın. Beləliklə, nöqtə. Hətta, elə eləməyək. Biz neyiniyək? Qoy i nöqtə, gəlin i nöqtə, ki deyim və belə bir şey qoyum. Getdik. Deməli, görən nə alınır? Nöqtə deyirəm və tutub saxlayıram. Nə maraqlı. Buraxıram. Sonra hər hansı bir başqa bir element buraxıram. Gözəl də işləyir. Nə maraqlı işləyir, bir fikir verin. Əla. Çox maraqlı bir şeylərdir bunlar və eyni zamanda nə edə bilərəm? Bəlkə də biz neyək? Bəlkə də oyun yazmışam və bu oyunda atəş bir dəfə atılmalı, düymə sıxılsa belə bir dəfə atılmalıdır. Çox maraqlı bir şeydir və gəl hətta belə bir şey deyim. Funksiya yazdım, niyə də yox? Function, məsələn, fire. Belə bir şey yazmaq istəyirəm və res content, hətta gəlin deyək ki, plus bərabər olsun fire. Belə bir şey yazın. Və aydın məsələdir ki, indi bu saat fire, atəş deyə, burada indi bu saat belə bir şey desəm və tutub saxlasam, mütləq şəkildə atəş baş verəcəkdir və key up hələ ki heç nə verməm. Qoy bu hələ belə də qalsın və getdik. İndi bu saat hər hansı bir düyməyə vursam, fərq eləmir, çox maraqlıdır. T düyməsini tutub saxlayıram, amma çox zaman atəş nə ilə baş verir? Space düyməsindən, boşluq. Bir fikir verin ki, nə qədər vursam da, asta-asta vursam problem deyil. Amma space-i tutub saxlasam, atəş bir çox fikir verin ki, sıralı olaraq baş verir. Və bu normaldır. Oyununda belə bir şey istəsəm, bunu belə də saxlayaram da, amma deyək ki, istəmirəm. Amma belə bir halda nə etməm düzgün olar. Bəsdir ki, mən burada deyim ki, əgər fikir verin ki, amma mənə burada hər hansı repeat-lə də deyərəm, amma bu dəfə gəlin statisiyaya gəlin, dəyişim. Doğrudan da ki, deyim ki, özdəki let-lə deyim, let pressed bərabərdir null deyim, problem deyil. Hələ ki, informasiya, bu düymə sıxılıq qalıb, ya yox, bir informasiyam yoxdur. Vəhdət olaraq key up, key down, ona görə istəyirəm əslində. Və gəl belə deyək, if i.code bərabərdirsə space, düzdürmü? Məhz o zaman birincisi atəş olmasını istəyirəm. Bu deməkdir ki, yəni burada hər hansı bir düyməyə vursam işləyəsi deyil, amma space vururam, əla işləyir. Amma space vurub saxlasam mütəmadi eləyəm, bunu istəmirəm axı. Bir problem yoxdur. Bunlar çox rahatlıqla təşkil olunur və mənim növbəti işim nədir? Atəşi birbaşa etməmək. Məsələ ondadır ki, gedib soruşum ki, əgər məndə past, pressed null'dırsa, yəni if pressed, yəni hələ ki atəş heç atılmayıb, hər şey yaxşıdır. Məhz ilk birinci atəşimi atmaq istəyirəm. Atan kimi də gedim deyim ki, pressed bərabərdir true. Hətta true deyirəmsə, gedim bura null deməyim, false deyim. Nə fərqi var? Tamam. Null da negativdir, false da negativdir və beləliklə pressed true dedim və gəl baxaq görək ki, nə baş verir və getdik. Tutdum, saxladım, bir fikir verin ki, nə gözəl. Amma bir də vururam, daha getmir, atəş daha açmır. Ayda, deməli çox atəş atmasının qarşısını aldım, amma növbətisi atılmır. Məhz belə hal üçün
bizə bu növbəti nə lazımdır? Key up. Demək istəyirəm ki, space düyməsini buraxdım ha. Onda təzədən sıfırla atəş açmağa mənə şərait qur. Yəni burada deyirəm ki, if i.code yenə də bərabər olsa space, düzdürmü? Sadəcə bu sözü gedən düymə buraxıldısa, o zaman mən deyirəm ki, pressed bərabərdir false. Gəlin belə bu şəkildə yazım olsun, əla. Belə bitdə yazaq, çox maraqlı da olsun. Qeyri-adi bir şey yazmadıq və beləliklə refresh edirəm, getdik. Hər hansı bir düyməyə vururam, heç nə baş vermir. Amma space-i vururam, tutub saxlamışam, buraxıram, bir də tutub saxlamışam, açmır atəş. Davamlı da atəş yoxdur. Ay nə gözəl. Bu da maraqlı alqoritmik bir həldir ha, sizə deyim. Ay gözəl, oyun yazıramsa bilirəm. Bax bu atəş düyməm, space düyməm heç vaxt çox atmayacaqdır. Ay nə maraqlı. Çox gözəl. Artıq birə atacaqsınız, çox atacaqsınız, bir neçələ müəyyən sayda atacaqsınız. Bunun kodunu hamısını yaza bilərsiniz. Amma həqiqətən çox möhtəşəmdir, çox möhtəşəmdir. Hətta gedib deyərəm ki, bu qədər də atəş açıram. Gəlin burada deyim ki, atəş baş versin. Gedim deyim ki, nə deyim ilahi? Gedim deyim ki, məsələn res.class list, mən bunlar nə olduğunu bilirəm və deyim ki, gəlin belə eləyək. Add eləmədən qabaq, hətta burada belə bir şey deyim. Atəş, demək düyməni buraxdımsa, atəş düyməmi, yəni space düyməni buraxdımsa, qoy nə deyim ilahi, res.classlist.add belə bir şey yazdım. Qoy əlavə etsin. İstənilən bir şey deyə bilirsiniz, mən belə istənilən bir şey yaza bilərsiniz. Mən artıq bootstrap'ı qoşmuşam deyə orada background danger adında qırmızı mənə deməli şərait yaradacaq ki, qırmızı rəngdə deməli arxa fon olsun. Amma orada indi bu saat BG light dayanır, o mənə mane ola bilər. Ona görə gəlin onu eyni zamanda yığışdırım. Yəni burada hardasa gəlin belə deyək, mən bunu düz yerə tamam. Və burada hardasa gəlin belə bir şey deyim. Deyim ki, deməli remove bg light belə bir şey deyirəm. Deməli atəş açıram, söz yazılır və bəli. Və mən istəyirəm belə bir şeye baxım. Getdik. Atəş açıram, buraxıram. Atəş açıram. Hə, amma məsələ ondadır ki, gəlib belə eləyək. Əksinə qırmızını yığışdıraq. Tamam, anladım. Bunu add eləyim, amma eyni zamanda qırmızını yığışdıraq. Yəni BG yığışdırmaq olacaq. Deməli danger yazaq. Remove. Əla. Beləliklə nə edəcəm? Yerini dəyişim. Atəş açıram, buraxıram. Tamam, neysə düz yazmadım. Məndə BG danger və bizim də eləmək lazım. Ən yaxşısı bunu aşağı edək və əksinə qırmızını atarkən mən orada olan light'ı yığışdırsam məncə bəhs edər və gedək yoxlayaq. Atəş açıldı, tuturam amma buraxmıram. Buraxdım. Əla. Nə atəş çox gəlir, nə də eyni zamanda bir problemlə uzlaşıram. Əla, möhtəşəm. Həqiqətən də bir fikirdən ki, key down və key up eventlər bir yerdə nə möhtəşəm vəhdət olaraq effekt verir. Və bunların hamısını bilmək şərtdir və istədiyiniz kodu burada yaza bilərsiniz. O qədər burada qarışıqlıq eləyib hər şey edə bilərsiniz ki, input'a dair, səhifəyə dair, hər hansı bir elementlərə dair hara istəyirsiniz add event listeneri atıb və orada keyboard eventsləri izləyə bilərsiniz. Sizlər bilsəniz, JavaScript dilində nə gözəl oyunlar yazılır. Həqiqətən də browser üzərindən heyrətamiz, həsəd aparılacaq qədər gözəl oyunlar var ki, hamısı da həmin bu bilik üzərində
qurulmuş olur. Keyboard eventləri biləndə, mouse eventləri biləndə, JavaScript-də hər şey gözəl yazandan sonra oyun olur çox sadə və maraqlı formada yazılmış, siz tərəfdən yazılmış, tərtib olmuş bir məhsula. Çox gözəl bir şeydə oyun yazmaq sizlərə mən məsləhət görürəm və gələcəyinə mütləq yazacaq. Bu səbəbdən də Neynirik Kozas kanalına abunə oluruq və sövq edirik ki, hər kəs abunə olsun. Like və paylaşım edirik ki, bilməyənlər də bilib bizə qoşulsunlar, sayımız artsın. Artsın ki, bundan sonra da videolarımız həqiqətən də maraqlı olsun. Sağ olun, sağ salamat.